Yaşlaşanda gəlmişsən, baxmağa. Cavanda atmış arvadı, baxmamısan. Yaşlaşmışsan, gəlmişsən, geçə. Yox, cavanlığı Vaxtında baxmaq lazım idi. Cavanlığı kənara qoyun. Hal-hazırda deyirsiniz ki... Bilmək lazım idi, baxmaq lazım idi. O vaxt gözün qarışıb baxmamısan. Ailə. İndi də gəlmişsən ki, ailəm mənim. Sizin bu dəqiqə oturub divanda gəlin qulluğu görən vaxtınızda. Efir gəzmək yox. Zamanında gözəl ailə başçısı olardı, düz deyil Faiz müəllim. Bu gün də oturardı da ağsaqqallığı verirdi. Bu gün ağsaqqal döyürsən. Arbatda gedib qardaşla əli bir olub mənim adım. Burada Bu da ailə. Ağsaqqal deyilsən. Belə ailə hamı bilir. qurmaqdansa, Hamı ailənin əzəldən olmaması daha yaxşı deyil. Burada heç kimi sizin üzərində gelmir. Hamı məsələyi bilir. Siz yalan danışırsınız, Baxın, şər dinləyin, böhtən hə? danışırsınız. Ailədə Sən bilmədiyiniz şeyi danışırsınız. başınız qarışıb başqa adama baxmamısa, ailə yaddan çıxır. O insan da bir qayığa görmür. Danışın, bu gün sizin uşaqlarınız əziyyətlə böyüyüb. Nədən danışırsınız siz? Zulm çəkiblər. Yox, var Köydə səhv yaşayırlar, xəbərimiz yoxdur evlatlarımızdan. Oğlum xəstədir. Xəbərim Xəbərim var Mən oğlum. hörsələdən çarpmayım. Hörsələdən çıxarsan, bir stəkan su gətirər, verərəm, içərsən sakitləşərsən. Hey, Və niyə sizin Neyiniblər ki? uşaqlarınız kirayədə qalırlar? kirada qalmır, ev var, qadan alım, yalan Öz deyil. evləri var. Bəli. Başqa. Məhlif düşdürmüşük, bəli. Siz tikmisiniz onu. Bəli. Yox, bəs Əli onda yalan danışır. Tamamilə yox. Yaxşı, oğlunuzdan xəbəriniz şu oğlunuz Onda xəstə gəlin idi. üzləşdirək sizi Əli ilə. Bir də günü gəl xanım, bu burada Şabat Şadda gecə biz susmalıyıq buna. Hansı balama gün ağlamısan? Bəs ağsaqqal kişilər özümə hörmət qoy. Sən Qızıl özünə neymirsən sən? hörmət qoy. Eksport olub başlat gəlsin. Mən haqqımı, hüqumu tələb edirəm. Çəkin tanısan aşağı. Dedim sən özünə hörmət elə. Mən beysavasat deyiləm. Mən 2 dənə ali məktəb qurtarmışam. Öyle bir Rus getdə qurtarmışam. Rus Gəlib otururlar burada nə Ha ne olsun koca arpa yemeyir. Heç nə qızından xəbər olub, nə oğlundan xəbər olub. Bir gün ortalığa çıxıb ki, oğlum qızım mənə baxsın. Bugün də oğlu uşaq sanır ki, bu ora-bura gedir. Amma övladlarınızı istəyirsinizmi yanınızda, yoxsa sadəcə malı mülkü? Benim. Qızıllarınız qayıdarsa. Ben bu sözü burada Əlbəttə deyirəm. istəyir. Kimsə baxmalıdır da buna. İmkan vermədi danışın, ne istəyirsən məndən? Ne verirsən alabilirsən? Mən tırkılamayayım, mənim başım səndən də parıldı. Özümü də sabahda parıldı. Ya kim dedi ki, mənim başım xarabdır? Mən Başa çox ağıllı düşmədim. baxım. Ben hakkımı qulu istəyirəm.